إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد Əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Təqvalı olmaq, qulun özü ilə Rəbbinin əzabı arasında bir sifər götürməsidir. Özünü Allah Azza və Cəllənin əzabından qorumasıdır. Qulun Rəbbinin huzuruna hazırlaşaraq salih əməllər işləməsi, haramlardan uzaq olmasıdır. Əziz müsəlmanlar, biz bilirik ki, bu dünya insan üçün müvəqqəti bir yerdir. Bu dünya müminin, müsəlmanın əkin tarlasıdır. Yəni bu dünyada etdiyi əməllərin qarşılığını qiyamət günü Rəbbinin huzurunda tapacaqdır. Biz keçən xütbəmizdə ölümün şiddəti, ölümdən sonraki qəbir həyatı barədə danışdıq. Bugünkü xütbəmizin mövzusu isə qəbir həyatından sonraki müsəlman insanın başına gələcək hadisələr barədədir. Əziz müsəlmanlar, ən birinci bilmək lazımdır. Hər kəs Allah Azza və Cəllənin huzuruna diriləcəkdir. Allah Azza və Cəllə insanları dirildib, hesab üçün öz huzuruna qaldıracaqdır və bu da sura üfürməklə olacaqdır. Allah Azza və Cəllə xəbər verir ki, o sura üfürüldüyü zaman hər kəs bayılıb öləcək. Sağ ola Allahın istədiyindən başqa hər kəs öləcək. İkinci sura üfürüldükdə isə Allah Azza və Cəllə buyurur ki, فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ Hər kəs qəbirlərindən dirilərək baxacaqdır. Hər kəs Allah Azza və Cəllənin huzuruna qalxacaqdır və buna insanlar bundan sonra məhşər meydanına toplaşacaqlar. Allah Azza və Cəllənin huzuruna gedəcəklər və bu da o gün dəhşətli bir gün olacaq. Allah Azza və Cəllə o günü xüsusən də kafirlər haqqında deyir ki, وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا O gün kafirlər üçün şiddətli bir, çətin bir gün olacaq. O günün dəhşətindən insanlar hər kəsdən qaçacaqdır. Hər kəs öz nəfsini düşünəcəkdir. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ Allah Azza və Cəllə buyurur ki, o gün insan öz qardaşından qaçacaq, atasından, anasından qaçacaq, övladından, həyat yoldaşından qaçacaq. Hər kəsin özünü düşündürən, özünü məşğul edən bir işi olacaqdır. Hər kəs özünü düşünəcək. Subhanallah, insana ən əziz olan insanlardan insan qaçacaqdır. Və o günün dəhşətini Allah Azza və Cəllə başqa bir ayədə buyurur ki, يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ Ey insanlar, Rəbbinizdən qorxun. Həqiqətən zəlzələ saatı, qiyamət saatı çox şiddətlidir işdir. Və Allah Azza və Cəllə ondan sonraki ayədə buyurur ki, يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ أَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ Allah Azza və Cəllə də ayənin davamında buyurur ki, o gün sən görəcəksən ki, süd əmizdirən, övladına süd verən qadınlar övladlarını unudacaqlar. Subhanallah, bu dünyada kimə desən, bu mümkün olan bir şey deyil deyər ki, süd verən ana öz övladını unutsun. O mümkün olan bir şey deyil deyər. Lakin o gün unudacaq və hamilə qadınlar uşaqlarını salacaqlar. Və sən insanları sanki sərxoş kimi görəcəksən. Lakin onlar deyir, sərxoş deyil.
Lakin nədir? Allahın əzabı şiddətlidir. Qiyamətin dəhşətinə baxın ki, insanlar sərxoş kimi gəzəcəklər. O günün dəhşətini Allah Azza və Cəllə bizə bu şəkildə xəbər verir. Əziz müsəlmanlar, və insanlar qəbirlərindən Allah Azza və Cəllənin huzuruna ayaq yalın, çılpaq şəkildə həşr olunacaqlar. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, siz Rəbbinizin huzuruna çılpaq, ayağı yalın şəkildə həşr olunacaqsınız. Ayşə radiyallahu anhə soruşur ki, ya Rasulallah, və insan, kişilər, qadınlar bir-birinə baxmayacaqlarmı? Deyir ki, ey Ayşə, xeyr deyir, o günün dəhşəti o qədər böyükdür ki, hər kəs öz nəfsini düşünəcək. Subhanallah, görün günün dəhşətinə baxın ki, heç kəsə baxmayacaq o günün qorxusundan, o günün dəhşətindən. Və insan o gün üçün hazırlaşmalıdır. Rəbbinin huzurunda o gün heç kəssiz, heç bir köməyi olmadan dayanacağı gün üçün hazırlaşmalıdır. Bilməlidir ki, Rəbbinin huzuruna qalxacaq, Rəbbinin huzuruna diriləcəkdir. Və əziz müsəlmanlar, o günün haqqında Allah Azza və Cəllə xəbər verir ki, o gün 50.000 il davam edəcəkdir. İnsanlar Allah Azza və Cəllənin huzurunda, Arasat meydanında gözləyəcək. Hətta insanlar şəfaət etmək üçün Peyğəmbərlərin yanına gedəcək. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm məşhur şəfaət hədisində buyurur ki, insanlar Adəm əleyhissalamın yanına gələcək. Ey Adəm, Allah səni əli ilə yaratdı. Sən ilk yaradılmış insansan. Bizim halımızı görmürsənmi? Bizim üçün şəfaət et. Hesab başlasın. Hesab başlamağını istəyir insanlar. Cənnətə gedəcəkmi, cəhənnəmə gedəcəkmi bilmir. Hesabın başlanmasını istəyir o günün şiddətində. Və Adəm əleyhissalam baxın nə deyir? Deyir ki, Rəbbim bugün elə bir şəkildə qəzəblənib ki, nə bu günə qədər belə qəzəblənməyib, nə də bundan sonra belə qəzəblənməyəcək. Və sonra etdiyi əməli deyir. Deyir ki, mən Rəbbimin bir əmrini pozdum. Mənə ağaçdan yemə dedi, cənnətdə ağaçdan yemə dedi, lakin mən yedim. Öz nəfsim. Subhanallah, Adəm əleyhissalam bilir ki, Allah onun tövbəsini qəbul etdi. Etdiyi xətaya görə Allah onu bağışladı. Amma yenə də o günün dəhşətini, o günün əzəmətini görüb, yenə də o günahını xatırlayır. O günahını xatırlayaraq öz nəfsim deyir. Subhanallah, ey Allahın qulu, sən etdiyin hansı etdiyin günahlardan tövbə edərkən, hansı tövbənin qəbul olduğundan əminsən ki, bu qədər rahatsan? Hansı tövbən qəbul olduğunu yəqin bilirsən? Adəm əleyhissalam bu dünyada tövbəsinin yəqin olduğunu bildiyi halda qiyamət günü öz nəfsim deyəcək. Və insanlar Nuh əleyhissalamın yanına gedəcəklər. Ey Nuh, sən Allah Azza və Cəllə səni rəsul olaraq ilk səni göndərmişdir. Bizim halımızı görmürsənmi? Bizim üçün şəfaət et. Hesab başlasın deyə şəfaət istəyirlər. Və Nuh əleyhissalam deyir ki, mənim bir qəbul olan duam var idi və onu da qövmümün məhv olması üçün, qərq olması üçün dua etdim. Onlara qarşı etdim. Öz nəfsim. İbrahimin yanına gedin deyil. Və insanlar İbrahim əleyhissalamın yanına gəlirlər. Və insanlar deyirlər ki, ey İbrahim, Allah səni özünə xəlil olaraq seçdi, dost olaraq seçdi. Bizim halımızı görmürsənmi? Bizim üçün şəfaət elə. İbrahim əleyhissalam deyir ki, Rəbbim bugün elə şəkildə qəzəblənib ki, nə bugünə qədər belə qəzəblənmişdi, nə də bundan sonra belə qəzəblənəcək. Və mən deyir, Rəbbim üçün 3 dəfə yalan danışdım. Subhanallah, həyatında 3 dəfə deyir, yalan danışdım. Və İbrahim əleyhissalamın danışdığı yalanlar hansı idi? Əslində baxsan, bəlkə də biz heç birimiz həyatımızda onu yalan saymarıq və ondan bəlkə də gündə yüzlərlə də danışarıq, onu bir yalandan da saymarıq. Bəlkə də onu doğruların ən doğrusu sayarıq. İbrahim əleyhissalamın danışdığı yalan hansı idi? Qövmünə bütlərin batil olduğunu isbat etmək üçün bir plan qurur. Qövmü bayram günü şəhərin kənarına çıxdığı zaman onlara deyir, mən xəstəyəm. Bunu yalan sayır, çünki planı var idi. Onlarla çıxmır. Və onlar getdikdən sonra onların bütün bütlərini qırır, bir dənə böyük bütü saxlayır. Baltanı da böyük bütün boğazından asır. Geri gəldikləri zaman İbrahimə deyirlər ki, bu bütləri kim qırdı? İbrahim deyir ki, böyük büt qırdı. Balta da onun boğazındadır.
Bunu da ikinci yalan sayır. Onlar da deyirlər ki, necə ola bilər? O danışmır, yemir, içmir, hərəkət etmir, necə bütləri qıra bilər? İbrahim əleyhissalam da deyir ki, onlar əgər yemir, içmir, danışmırsa necə ona ibadət edirsiniz? O necə Allah ola bilər? Necə Rəbb ola bilər? Onlara tövhidin həqiqətini başa salmaq üçün belə bir plan qurdu. Bunu İbrahim əleyhissalam qiyamət günü dəhşətli yalan sayır və qorxur Allah azza və cəllənin qəzəbindən. Və üçüncüsü də Misirə getdiyi zaman həyat yoldaşı ilə orada hər kəsin həyat yoldaşını Misir hökmdarı, oranın firavunu əlindən alırdı və o da soruşduğu zaman deyir ki, bacımdır. Yəni dində olan bacımdır. Onu qorumaq üçün bu sözü deyir. Və o güc yalanı xatırlayır və deyir ki, nə öz nəfsim, Musanın yanına gedin. Subhanallah, Allahın xəlili İbrahim əleyhissalam öz nəfsim deyir və insanlar İbrahim əleyhissalam yanından Musa əleyhissalamın yanına gəlirlər. Ey Musa, Allah səninlə danışdı, səni Kəlimullah olaraq seçdi. Bizim halımızı görmürsənmi? Bizim üçün şəfaət et. O da öz üzrünü gətirir. Musa əleyhissalam deyir ki, mən Allahın haram etdiyi bir nəfsə qıydım. Bir nəfsi öldürdüm. Subhanallah, hansı ki Allah azze və cəllə Quran-ı Kərimdə xəbər verir. Öldürdüyü nəfs müsəlman deyildi, iman əhli deyildi. Qibtilərdən olan birisiydi. Firavunun qövmündən olan kafir birisiydi. Bununla da belə Musa aleyhissalam peşman oldu. Allahdan bağışlanma dilədi. Tövbə etdi. Allah da xəbər verdi ki, bəli, sənin tövbəni qəbul etdim. Bununla belə qiyamət günü o dəhşətində Musa aleyhissalam yenə o günahını xatırlayır. Öz nəfsim deyir. İsa'nın yanına gedin deyir. Və insanlar İsa aleyhissalamın huzuruna gəldikləri zaman ona, ey İsa, Allah azze və cəllə, sən Allahın kəlməsi ilə yarandın. Allah azze və cəllə səni ol deyərək yarattı. Bizim halımızı görmürsənmi? Bizim üçün şəfayət etdikdə İsa aleyhissalam deyər ki, Allah azze və cəllə bu günü o şəkildə qəzəblənib ki, nə bu günə qədər belə qəzəblənəcək, nə də bundan sonra bu qəzəblənməyib, nə də bundan sonra belə qəzəblənəcəkdir. Və Muhammedin yanına gedin. Və insanlar son olaraq Muhammed sallallahu aleyhi və səlləmin yanına gəlirlər. Ey Muhammed, Allah səni peyğəmbərlərin sonuncusu olaraq göndərdi. Bizim halımızı görmürsənmi? Bizim üçün şəfayət et dedikdə Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, o şəfayəti Allah mənə nəsib edibdir. O şəfayət mənimdir. Və deyir, bundan sonra mən Rəbbimin ərşinin altında səcdəyə qapanacam və o günə qədər edə bilmədiyim sənalarla Allah azze və cəlləyə həmd və sənalar edəcəm. Və bundan sonra, baxın, subhanallah, həmən şəfayət demir. Həmən şəfayət et, ya Rəbbi, mənim ümmətimə demir. Allah azze və cəlləyə səcdəyə qapanır. Allah azze və cəllə həmd sənalar edir. Və deyir, ta ki Allah azze və cəllə deyəcək ki, ey Muhammed, başını qaldır, istədiyin verilsin. Dua et, duan qəbul olsun. Şəfayət et, şəfayətin qəbul olsun. Subhanallah, Allah azze və cəllə şəfayətə izin verənə qədər peyğəmbərlərin ən üstünü, Adəm övladının seyyidi Muhammed sallallahu aleyhi və səlləm belə şəfayət etməyəcək. Günün dəhşətinə baxın. Və ondan sonra Rasulullah sallallahu aleyhi və səlləm deyir, ya Rəbbi, ümməti, ey Rəbbim, ümmətim deyərək, ümməti üçün şəfayət edəcəkdir. Subhanallah, baxın, nə qədər bir şəfqətli, nə qədər bir rəhmətli, nə qədər bir ümmətini düşünən bir peyğəmbər idi. Ləqəd cəəkum rasulun min anfusikum, azizun aleyhi mə anittum, hərisun aleykum, bil müminə raufur rahim. Sizin içinizdən elə bir peyğəmbər gəldi ki, o, sizə məşəqqət gələn şeylər ona ağır olur. O, sizin hidayətiniz üçün hərisdir, möminlərə qarşı da rəhimli və şəfqətlidir. Əziz müsəlmanlar, o günün dəhşətindən insanlar Allah azze və cəllənin huzurunda hesab verəcəklər. Hər bir əməli Allah azze və cəllə insanın əməl dəftərinə yazmışdır. O gün insanlar tərəzidə əməllərini ölçəcəkdir. Tərəzilər qurulacaq. وَنَدَعُ الْمَوَازِينَ الْقِسْتَ يَوْمَ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا. Allah azze və cəllə buyurur ki, o gün ədalət tərəzilərini quracaq. Ədalət tərəzilərini quracaq. Heç bir nəfsə zülm olunmayacaq.
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَى. Kim bir zərrə böyüklüyündə yaxşılıq edibsə onu görəcək. وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَى. Kim zərrə böyüklüyündə bir günah şər edibsə onu da tapacaqdır. Heç bir əməl zay olmayacaq. Hər kəs qiyamət günü əməl dəftərini görəcək. O gün nə mücrimlər, günahkarlar nə deyəcəklər? فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَا لِهَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرًا. O gün sən deyir, günahkarları görəcəksən, onlar qorxu içərisində olacaqlar. Deyəcəklər ki, vay olsun bizə. Bu kitab necə bir kitabdır ki, nə böyük, nə kiçik, heç bir günahı boş buraxmayıb, hamısını saymışdır, hamısını qeydə almışdır. Subhanallah, heç bir əməl gizli qalmayacaq. O gün əməllər üzə çıxdığı gündür. Allah Azze ve Celle buyurur ki, يَوْمَ تُبْلَ السَّرَائِرِ يَوْمَ تُبْلَ السَّرَائِرِ. O gün gizlində olanlar aşkara çıxdığı gündür. Gizlətdiyin, təhlikdə etdiyin günahlar, gizlində etdiyin əməllər, istər qəlbinlə, istər dilinlə, istər əzalarınla o gün aşkara çıxacaq. O gün insanlar arasında rüsvayçılıq gün olacaq. O gün üçün ona görə tövbə et. Tövbə məqamındasan, günahların bağışlanma yerindəsən. Allahdan bağışlanma istə, Allahdan əfv istə, o günahları bağışlamağını istə. Çünki o gün günahlar aşkara çıxarsa, o gün insanın hesabı yaxşı olmaz. Və o gün insanların kitabları, kimin kitabı ki sağ tərəfdən veriləcək, onlar xoşbəxt olan insanlar olacaqdır. Və əmmə mən utiyə kitabəhu biyəmini fəyəqulu hə umuqra'u kitabiyə. O insanların ki kitabı sağ tərəfdən veriləcək, deyəcək ki, gəlin kitabımı oxuyun. Gəlin kitabımı oxuyun. Çünki onlar xoşbəxt olan insanlar olacaq. Kitabı sağ tərəfdən verilənlər. Və əmmə mən utiyə kitabəhu bişməli. O insanların ki, əməl dəftəri, kitabı sol tərəfdən veriləcək. Fəyəqulu ya leytəni ləm utə hisabiyə. Deyəcək ki, kaş ki, mənim hesabım verilməyəydi, mənə hesab verilməyəydi, bu dəftərin mənə verilməyəydi. Çünki hansı əməl sahibi olduğunu yaxşı bilir. O dəftərlərdə sən nə ey qul, Allahın qulu, ey əziz qardaşlarım, o dəftərlərinizdə, o kitablarınızda nə görmək istəyirsiniz? İstiğfarmı, tövbəmi, namazmı, oruçmu, nafilə namazlarmı, sədəqələrmi? Adillikmi, insanlara yaxşılıqmı, gözəl sözlər söyləməkmi, bunları mı görmək istəyirsən o dəftərdə? O zaman o dəftəri bu saydığımız əməllərlə doldurmağa çalışın. Yox, əgər sən o əməl dəftərində zülm, yalan, günahlar, asiliklər, haram əməllər, bu insanların haqqını yemək, insanlara yalanlar danışmaq, bunları görmək istəyirsənsə, o da artıq sənin öz biləcəyin işdir. Əməl dəftərində bu əməlləri görmək istəməyirsənsə, onlardan, o günahlardan uzaq ol. Etmisənsə də tövbə et. Allah Azze ve Celle tövbələri qəbul edəndir, günahları bağışlayandır. Aqulu hazal qawl və estəğfirullah li və lakum min kulli zəm fəstəğfiru innehu vel gafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Vardallahumma an hulefa'ir raşidin. Ebu Bekir ve Umar ve Osman ve Ali ve ansair ashabihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Ve ba'd. Aziz Müslümanlar, qiyamət günün dəhşətli anlarından biri də insanların sirat körpüsündən keçməsidir. Hər bir insan, mömin də, kafir də o körpüdən keçəcəkdir. Və in minkum illə variduhə. Allah Azze ve Celle buyurur ki, hər bir kəs o körpüyə varid olacaq, o körpüyə gələcəkdir. Siratın üzərindən keçəcəkdir. Lakin Allah Azze ve Celle'nin rəhməti ilə
Allahın mərhəməti ilə iman əhli o körpüdən keçib xilas olacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, insanların körpüdən, siratdan keçməsi onların əməllərinə görə olacaq, əməlləri miqdarında olacaq. Rasulullah sallallahu aleyhi və səlləm bizə xəbər verir ki, insanlar olacaq, o körpü tükdən daha incə, qılıncdan daha iti olan bir körpü olacaqdır. Və insanlar onun üzərində, əgər əməllərinə görə insanlar olacaq ki, ildırım sürəti ilə keçəcək. İnsanlar olacaq ki, sürətli küləyin sürəti ilə keçəcək. İnsanlar olacaq, sürətli atların qatışı sürəti ilə keçəcək. İnsanlar olacaq ki, yürüyərək keçəcək. İnsanlar yeriyəcək və insanlar olaraq ki, sürünəcəklər. O sürünənlərdən bəziləri sürünərək xilas olacaq. Bəziləri isə o cəhənnəmin körpünün ətrafında olan o qarmaqlar onları dartıb cəhənnəmə salacaq. Subhanallah, o günü oradan heç nəyin faydası olmayacaq. Peyğəmbərlər, Ya Rabbi səllim, səllim deyərək dua edəcək. Qövmləri üçün ki, Ya Rabbi xilas olsunlar deyə dua edəcəklər. Və o günün dəhşətidir. Və o körpünün altı, o körpüdən düşən cəhənnəmə düşmüş olacaq. Allah qorusun. Ona görə də insan, əziz müsəlmanlar, o körpüdə ildırım sürəti ilə keçmək istəyənlərdən olmaq istəyirsənsə, o zaman əməllərinə diqqət elə. O əməlləri qazan, o əməllərinlə, savab əməllərinlə, xeyir əməllərinlə Rəbbinin rizasını qazananlardan ol. Və insanlar siratı keçdikdən sonra onların qarşısında cənnət duracaq. Və cənnətin də təbii ki, qapısı Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayəti ilə açılacaq. Necə ki, Allah azə və cəllə Quran-ı kərimdə buyurur, وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهُمْ سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ. O günü müttəqilər, Allahdan qorxanlar dəstə-dəstə cənnətə gələcəklər. Onun qapısına gəldiyi zaman onun qapısı açılacaq. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayətindən sonra cənnətin qapıları açılacaq. Mələklər onlara salamun aleykum, sizə salam olsun, xoş gəldiniz deyəcəklər. Və siz burada o əbədi qalacaqsınız. Əbədi olaraq bura daxil olun deyəcəklər. Və cənnət elə bir yerdir ki, cənnətdəki neymətlər əbədidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, cənnət əhli cənnətə daxil olduqdan sonra nidası deyər ki, ey cənnət əhli, siz burada əbədisiniz, burada yaşayacaqsınız, ölməyəcəksiniz, cavan qalacaqsınız, qocalmayacaqsınız, həmişə sağlam olacaqsınız, xəstələnməyəcəksiniz və daima neymətlər içərisində olacaqsınız. Heç zaman burada hüzün, kədər çəkməyəcəksiniz. Lakin o siratı keçə bilməyən, cəhənnəmə varid olanlar haqqında Allah azə və cəllə buyurur ki, وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ زُمَرًا. Kafirlərsə zümrə-zümrə, dəstə-dəstə cəhənnəmə göndəriləcək. Hatta izə cəuhə futihət əbvabuhə və qalə ləhum xəzənətuhum ələm yətikum rusulun minkum. Allah azə və cəllə bizə xəbər verir ki, onlar cəhənnəmə gəldiyi zaman cəhənnəmin qapılarının açıq olduğunu görəcəklər. Cəhənnəmin qapılarının açıq olduğunu görəcəklər və mələklər onlara deyəcək ki, Allahın peyğəmbərləri sizə gəlmədimi? Allahın peyğəmbəri sizlə onun ayələrini oxumadımı? Eşitmədinizmi o ayələri? Onlar deyəcək ki, eşitdik. Lakin Allah azə və cəllə artıq onların heç bir üzrü qalmayacaq və Allah azə və cəllə onları əbədi olaraq kafirləri orada saxlayacaq. Yəni, bu əzab bitmir. Bir il deyil, 2 il deyil, 1000 il, milyon il, milyard il deyil. Əbədi olaraq orada qalacaq. İnsan necə olur ki, dünya həyatında hər hansı bir zövqü yaşamaq üçün, amma bilir ki, qarşılığında onu əbədi bir cəhənnəm həyatı gözləyir. Necə olur ki, insan burada olan müvəqqəti neymətləri seçir. Hansı ağıl sahibləri bunu edər? O ağılı üzərində olan insan necə olar ki, bunu seçər? Bunun əsas səbəbi bəzən baxırsan ki, əziz müsəlmanlar, bəzi insanların ahirətə inanmamasından irəli gəlir və bəziləri də inanırlar, lakin bunu qəbullana bilmirlər. Çünki qəbullanması tövbə etməsini gərəkdirir. Ona görə
təkəbbürlüyündən, kibirindən, yaxud da etdiyi günahlar səbəbindən qəbullana bilmir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki أَوَلَمْ يَرَ الْاِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَاِذَا هُوَ خَصِيمٌ مُّب۪ينٌ İnsan görmür mü ki biz onu bir damcı sudan necə yaratdıq? Bununla belə o açıq aydın mübahisə edir. وَضَرَبَ لَنَا مَثَلًا وَنَسْيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ O deyir, ilk yaradılışını unuttuğu halda hətta bizə bir misal da gətirir. Və deyir ki, bu çürümüş sümükləri kim dirildəcək? قُلْ يُحْيِيهَا الَّذ۪ي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ De ki, onu birinci dəfə yoxdan yaradan təkrar onu dirildəcəkdir. O hər yaratdığını biləndir. اَلَّذ۪ي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَاِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ O Allah ki, yaşıl ağaçdan sizin üçün ateş çıxartdı. Və siz o ateşdən istifadə edirsiniz. أَوَلَيْسَ الَّذ۪ي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ أَنْ يَخْلُقَ مِثْلَهُمْ بَلَا وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ Allah Azze ve Celle ayənin soyununda daha böyük bir misal gətirir. Buyurur ki, bu göyləri və yeri yoxdan yaradan Allah onun mislində birini yaratmağa qadir deyilmi? Bəli, qadirdir. O yaradandır və hər şeyi biləndir. Əziz müsəlmanlar, o dəhşətli gün üçün hazırlaşaq. O dəhşətli günün qorxusunda həlak olanlardan olmayaq. Əməllərimizi gözəlləşdirək, tövbəmizi artıraq, Allah Azze ve Celle'dən bağışlanma diləyək. Bu dünyada nə qədər ki fürsət var, hər anımızı dəyərləndirək. Bugün biz varıq, bugün əməl günüdür. Hətta sabah olacaqmı, onu da bilmirik. Sabaha heç kəs sabah başına nə iş gələcəyini bilmir. Sabah onu nə gözləyəcəyini bilmir. Ona görə də əməl dəftərimizi hər anımızda, hər dəqiqəmizdə gözəl əməllərlə, salih əməllərlə dolduraq. Etdiyimiz günahlara tövbə edək, günahları tərk edək. Allah Azze ve Celle'dən bağışlanma diləyək. Bu dünyanın bərbəzəyinə, boş-boş zinətinə aldanmayaq. Çünki dünya həyatını Allah Azze ve Celle zir zinətdən, oyun oyuncaqdan ibarət olduğunu bizə xəbər vermişdir. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle etdiyimiz günahlara görə bizi bağışlasın. Allah Azze ve Celle'dən həqiqi tövbə edənlərdən, bizi həqiqi tövbə edənlərdən eləsin. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle bizi salih əməllərdə yarışan qullarından eyləsin. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle bizləri sözlərimizdə, əməllərimizdə ixlaslı olanlardan, Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsi üzərində yaşayanlardan eyləsin. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle millətimizə, xalqımıza hidayət versin. Onların qəlbinə iman nurunu daxil eləsin. Allah Azze ve Celle xəstələrimizə şəfa versin. Vəfat etmiş müsəlmanlara rəhmət eləsin. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'zil qurba ve yanha anil fahşai vel munkari vel baghi ya'izukum la'allakum tezekkerun. Fazkurullaha yazkurukum veşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi ekber. Vallahu ya'lemu ma tasna'un.